bir gün bir yerde her şey bitecek. Ne kadar dünya malın olsa da bir gün mütlak bir yerde bitecek insan. Gürrelənmə. Bunlar gürrələnəcək məsələlər deyil. Dünya malı senin gözünü örtməsin. Dünyada kazandığın vəzifələr, ucaldığın dünyavi vəzifələr ahireti sənə unutturmasın. Biz bu değerleri koruduğumuz halda dünyadan kazanmış köçə bilərik. Ve değerler içerisinde en büyük değer ise Allah'a ibadet ve itaat zamanında, onun mərifəti yönümünde doğru xətt üzrə addımlamaqdır və bu doğru xətt məsumluqdur. Allah bizi dünya və axirət məsum xəttindən ayrı bir xətlərə, ayrı bir yollara, ayrı bir istiqamətlərə yönəltməsin inşallah.